Salam əleykum. Mən Rıza Zəfər Əlircioğlu Lənkəran rayonunun Boladi kəndi. Azərbaycanlıyam. Azərbaycan vətəndaşıyam. Cənab Prezident, Cənab Müzəffər Ali Başkomandan. 52 yaşım var, evliyəm. 3 oğlum var. Sizin əmrinizə əsasən 2 oğlum hərbiçidir, 1 oğlum Hərbi Hava Qüvvələrinin zabiti, digər oğlum xüsusi təyinatlı gizir. 3-cü oğlum orta məktəbdə oxuyur. Onu da dövlətim üçün hazırlayıram. Boladi kəndi Azərbaycanın sayılıb seçilən əhalisinə görə ən böyük kəndlərindən biridir. Kəndimizdə son illərdə dövlətimizin siyasətinin əleyhinə aşkar şəkildə fəaliyyət göstərən Rusiyanın vətəndaşı Cabbarov Eldar Mirnayiboğlu sapı bizdən olan balta. Yəni, əbədi Azərbaycan xalqının başına gətirilənlər daima onun öz içindən gəlib, yenə də bu da onlardan biridir. Rusiyanın ən təhlükəli silahı ilə, şovinizmi ilə silahlanıb, Rusiyanın sərmayəsi ilə silahlanıb, bizim kəndə qanunsuz sərmayələr qoyur və siyasi cəhətdən tam kəndi öz əlinin altına alıb. Kəndin bələdiyyəsi tam onun nəzarətindədir. Kəndin bələdiyyəsi kənd təsərrüfatını tam çökdürüb. Kənd təsərrüfatı ilə məşğul olanları o hala salırlar ki, kənddən qoyub qaçsın. Hal-hazırda məni və mənim ailəmin başına gətirilənlər, mənim ailəmə qarşı qərəzli münasibət, mənim ailəmə mənə qarşı qərəzli münasibət pik həddə çatıb. Kənd təsərrüfatının çöktürülməsində mən kənd təsərrüfatı ilə məşğulam. Özüm qaynaqçı, cürbəcür əlimdən işlər gəlir. Qaynaqçıyam, ustayam, bağbanam, əkinçiyəm, torpağımı əkirəm, ailə paybəlli torpağımı əkirəm. Hal-hazırda yarım hektar ərazini ikimiz, mən həyat yoldaşımla əkirik. Cürbəcür maneələrlə rastlaşırıq, qoymurlar, imkan vermirlər, yaşamağa imkan vermirlər, kənddən qovulmağa kimi həddə gətirib çatdırıblar. Öz əkdiyim ağacların budadığıma görə məni cərimələyib, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı, Vasif adında əməkdaşı məni cərimələyir. Ona görə ki, mən Eldar barədə şikayət vermişəm ki, Cabbarov Eldar çayın içində kanalizasiya, qanunsuz olaraq kanalizasiya ambarı tikib, həmən Vasif kanalizasiya ambarını nazirliyə su ambarı kimi təqdim edir və Eldarı da ki, bu kəndin güya xeyriyyəçi insanlarından, kişilərindən biri kimi təqdim edir. Ümumiyyətlə, kəndimizdə baş verən hadisələr dövlətimizin gələcəyinə təhdid yaradan hərəkətlərdir. Dövlətdə, Azərbaycanda separatizmə çoxdandır son qoyulub. Həmən Eldarın ailə üzvlərindən biri aşkar şəkildə TikTok sosial şəbəkələri üzərindən separatizmi təbliğ edir. Təhsil, məktəbimiz, təhsilimiz tam onun nəzarəti altındadır. Bir saylı Şəhid Nahir Axundov adına bir saylı tam orta məktəb Əliyev Seyranın nəzarətindədir. Əliyev Seyran müəllim məktəbə gələndə 700-ə yaxın şagird var idisə, indi 500-dən biraz artıq şagird var. Məktəbin bir hissəsini boş saxlayıb, şagirdlərin sayını, sinifdəki sayını çoxaldıb, 30-32 nəfərə çatdırıb, pandemik xəstəliklərin daha rahat yayılması üçün məktəbin bufeti 2 ildir işləmir. Bu günlərdə milli qəhrəman, Azərbaycanın milli qəhrəmanı Pəncəli Teymurovun evini ziyarəti adı ilə şagirdlərdən 20 manatdan pul yığdırıldığı üçün, etiraz elədiyim üçün oğlumun sinif rəhbəri zəng edib, məni açıq şəkildə təhdid edib, təhqir edib, prokurorluğa barəsində şikayət vermişəm. Hələ ki, heç bir nəticə, heç bir xəbər də yoxdur. Üzərimdə olan bu təzyiqlərə baxmayaraq, yenə də dövlətimin tərəfdarıyam, yenə də son nəfəsimə kimi bunların əleyhinə olaram. Cənab Prezident, Cənab Müzəffər Ali Başkomandan Putinin göndərdiyi Ruben Vardanyan əgər Qarabağda 2023-cü ilə kimi at oynadırdısa, deməli, orada silahla, burada Cabbarov Eldar eyni şeyi silahsız edir. Azərbaycanın gələcəyinə minə qoyur. Azərbaycanın mədəniyyətini bu kənddən silib artıq. Nizami Gəncəvinin heykəlini götürüb aparmışdı yerindən. Klubun
mədəniyyət evinin ərazisini, voleybol meydançasının ərazisini tam zəbt edib, heykəli oradan götürüb, sonradan gətirdilər, heykəli qanunsuz olaraq kəndin mərkəzindəki yol dairəsinə qoydular. O heykəl yerinə qayıtmalıdır. Həmən sökülmüş bina, mədəniyyət evinin binası bərpa edilməlidir. Ərazisi də boşaldılmalıdır. Kəndimizdə 2 nömrəli məktəb var. Həmən 2 nömrəli məktəbə bir neçə il bundan əvvəl kəndimizin Azərbaycan şəhidi, xüsusi təyinatlı mayor Akşin İbadovun adına verilməli idi həmən məktəb. Verilmədi və indiyə kimi də onun adını heç kim çəkmir. Qorxusundan kimsə çəkmir onun adını. Çünki o ad çəkilsə əgər, kəndin idarəçiləri dərhal o adama təzyiqlər göstərəcək. Su kanalları, xəndəklər bilərəkdən örtülüb kənddəki yaşayışı dözülməz hala gətirmək üçün cənab Müzəffər Ali Başkomandan bizi bu kənddən qovurlar. Gənclərimiz üçün bu kənddə bir dənə də olsun asudə vaxt keçirməyə mi, hansısa bir meydança nəsə olsun, yoxdur bunlar. Mənim gənc övladlarım evə gələndə hara gedəcəklərini bilmirlər. Bu bilərəkdən aparılan siyasətdir. Həmən Cabbarov Eldar qanunsuz olaraq öz zəbt elədiyi ərazilərdən birində 2013-cü ildə 200 metrəyə yaxın, üzr istəyirəm, 120 metrəyə yaxın dərinlikdə quyu qazdırdı. Həmən quyudan nəsə qaz çıxdı, xüsusi adamlar gətirdi, oradan laborator analizlər götürdülər, apardılar. Lazımi nəticə alandan sonra həmən quyunun üstünü 2 maşın betonla örtdü və bu kənddə oturdu. Onun istəyi bu kəndi darmadağın eləyib, Rusiyanın sərmayəsini, bura qoyduğu sərmayəni mədənlərə çevirmək və gələcəkdə Rusiyaya bu əraziləri təhvil verməkdir. Bu siyasət bilərəkdən cənab Talih Qaraşov tərəfindən də, millət vəkili Cavanşir Paşazadə tərəfindən də dəstəklənir. Bu, dövlətin siyasətinin əleyhinə aparılan siyasətdir. Bu, səhiyyə tərəfdən bizi o qədər sıxıblar ki, xəstəxanamızı əlimizdən alıblar, bizim müalicə hüququmuzu tam əlimizdən alıblar. Qadınların hüquqları kobud şəkildə pozulur, kobud şəkildə. Mənim həyat yoldaşıma məktəbdən son bir neçə dəfə mənim üzərimə təzyiqlər olunmuşdursa, həyat yoldaşımın üzərinə təzyiqlər olunur. Dini tərəfdən radikal dindarlığa hazırlıq gedir bizim kənddə. 5 ildir məhərrəmlik vaxtı kəndin mərkəzi məscidi qadınlara təhvil verilir və qanunsuz olaraq orada pul yığılır və həmən pul hara xərclənir heç kim bilmir. Kimsəyə də məlumat verilmir bu barədə. Mənim üzərimə dəfələrlə təhqiramiz ifadələrlə gələn adam dəfələrlə təhqir elədi, kəndin mərkəzində təhqir elədi. Daxili İşlər Nazirliyinə rəsmən mənim barəmdə böhtan məlumatlar verdi, rəsmən böhtan məlumatlar verdi. Dəfələrlə həyətimə, ərazilərimə getdi, qanunsuz girdi, video çəkilişlər apardı. Adam əlin qolunu sallayaraq kənddə rahat-rahat gəzir. Sizin mədəniyyət işçiləri, bizim kəndin mədəniyyət işçilərinin bir neçəsi anası ilə bir neçə dəfə kənd yoluna gedərkən yolda qarşımı kəsib, təhqiramiz ifadələr, ailəmə qarşı, mənə qarşı kobud ifadələr işlətməklə dəfələrlə məni, necə deyərlər, qanunsuzluğa sövq ediblər, məni cinayətə sövq ediblər, yenə də susmuşam. Ədalətə inanıb, yenə də ədalətin ardıca gedəcəm. Cənab Müzəffər Ali Başkomandan, cənab Prezident, xahiş edirəm sizdən, Boladı kəndini bu acgözlərin əlindən qurtarın.